Show biznesin xanım nümayəndələri haqqında tez-tez ailəmi dağıdıb, yoldaşımı əlimdən alıb kimi ifadələr işlədilir. Den.az xəbər verir ki, ATV telekanalında yayımlanan birəbir verilişinin qonağı olan müğənni Türkan Vəlizadə bu məsələyə aydınlıq gətirib. İllərlə duet ortağı olduğu Pərviz Bülbülə haqda danışan ifaçı, gəzən söz söhbətlərin şaiə olduğunu deyib. Bir var ki, ailəli insanın ailəsini dağıdasan. Biri də var ki, subay insanlar duet ortağıdır, burada pis nəsə yoxdur. Amma ailəli insanı sevməyin onsuz da axırı yoxdur. Sonu daha pis bir şeydir. Mən 4 ildir bu söhbətləri eşidirəm ki, Türkan Pərvizin ailəsini dağıdıb. Əvvəl bu söhbətlərə çox fikir verirdim və elə depressiyaya düşürdüm ki, çıxa bilmirdim. Sonra gördüm ki, o qədər bekar insanlar var ki, boş verdim. Ən azından həmin insanın ailəsi, ətrafımız bilir ki, belə şey yoxdur. Çünki biz 4 ildir duet ortağıyıq. Hər ikimiz öz evimizə çörək aparırıq. Mən onun ailəsinə çox böyük hörmətlə yanaşıram. Allah 2 balasını saxlasın. Mən subay xanımam, o isə evlidir. Bu danışılanların hamısı şaiyədir. Belə şeylərə reaksiya vermək lazım deyil. Bunu özüm, ailəm, Allahım bilir. Ailəli insanın ailəsinə müdaxilə etməyin özü günahdır.